Allah deyib vurulan süfrədə oturmuşsan, deyirsən ki, mən necə oranı tərk edeyim? Birdən məni düz başa düşməzlər. Sən düşünmürsənmi, aləmlərin Rəbbi olan Allah, mən o məclisdən narazı idim, oranı tərk eləmədim, mənim razılığımı kənara qoyub onların razılığını fikirləşdim. Bunu deyəndə Allah Teala sən nə cavab verəcəksən Allah Teala'ya? Kimlər ki belə yaşayacaqlar, Allah Teala xəbər verib ki, فَإِنَّ لَهُمْ مَعِيشَةً ضَنْكَ onların güzaranı sıxıntılı olacaq. Dünyada güzaranları sıxıntılı olmaqla yanaşı, ahirətdəki cəzalarına bax. Allah Teala deyir ki, وَنَحْشُرُهُ يَوْمَ الْقِيَامَةِ أَعْمَى Qiyamət günü o kör kimi gətirəcəyik. وَقَالَ رَبِّ لِمَ حَشَرْتَنِي أَعْمَى Allaha deyəcək ki, ya Rab, niyə məni kör kimi həşr eləmisən? وَقَدْ كُنْتُ بَصِيرًا Dünyada görürdüm. Allahın cavabına bax. كَذَٰلِكَ أَتَتْكَ آيَاتُنَا فَنَسِيتَهَا Ayələrimiz sənə gəldi çatdı. Dindən sənə danışdılar. Öyrətdilər İslamı. Sən də unuttun.